Bir də yeri gəlmişkən deyim ki, dan-dən biz isim dərsində öyrənmişik ki, dan-dən özündən əvvəl m ilə bitərsə, dan-dən nan-nən kimi tələffüz olunur. Onda burada mən sözü çıxışlı halda məndən, çıxışlı halda olacaq necə? Tələffüzündə mənlən. Səndən, səndən. Ondan sözü də ondan olacaq. Çünki o bitişdirici samitlə işlənəcək, ondan olacaq. Demək, bir də hala bir də nəzər yetirək. Şəxs əvəzlikləri ismi xüsusiyyətini daşımaqdan biri hallanmadır. Şəxs əvəzlikləri hallanır. Yəlik halda mənlə biz, yəlik halda ın əvəzinə ın şəkilçi qəbul elədi. Burada şəkilçi qəbul elədi, fərqli şəkilçi. Desək ki, sualda, bəs hansı halda fərqli tələffüz edilir? Tələffüz desə, çıxışlı halı götürəcək. Çünki burada məndən, baxın, dan-dən yazdım. Tələffüzü fərqli oldu. Amma yəlik halda isə tələffüzü yox, elə birbaşa yazılışında fərqli yazdım. Aydın oldu mu? Bu belə isim kimi hallandı. Sonra ismin suallarını götürdü. Bircə şəxs əvəzliyindən nə ismin hansı xüsusiyyətini daşıya bilmir? Şəxs əvəzlikləri məşhur sualdır və bu ən çox testdə çaşılan sualdır. Şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Yəni, şəxs əvəzliyi ismin xüsusiyyətini daşısa da, amma ismin hansı xüsusiyyətini daşıya bilmir? Daşıya bilmədiyi xüsusiyyətlərdən biri mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Məsələn, mən sözündəki mənim sözündə in, bu yəlik haldı, bayaq dedik. Deməli, bu mənsubiyyət deyil, mənsubiyyətə görə dəyişmir. Sənimiz, məsələn, axı deyə bilmərəm. Deməli, şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Bunu mütləq yadınızda saxlayın, yəni bu testdə düşür. Məsələn, belə verəcək, deyəcək ki, mənim əlim, tutaq ki, mənim əlim sözündəki şəkilçiləridir. Deyə bilmərik ki, mənim sözündəki in mənsubiyyətdir, in yəlik haldır. Bunu bilirik ki, yəlik haldır. Yəni, şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Belə, cümlədə isim kimi mübtəda, ən çox mübtəda tamamlıq olur, xəbər də ola bilir. Yəni, ismin hara sualını götürə bilmir, isim kimi mənsubiyyətə görə dəyişmir. Şəxs əvəzliyi belə.